sol tərəf ötürmə. Santos da buradadır, Ürfan Abbasov da buradadır. Ürfan topu Felipe üçün saxlayır. Felipe Santos. Vadim. Igor Ribeiro geri oynuyor. Moldovalı qarşı Cristiano Avram. Topu tam dəqiqliklə Ürfan Abbasova çatdırır. Qara, o da dəqiq oynadı. Yaxşı ötürmələr görülür dəqiqlərdə razılaşılan futbolçularından. Felipe Santos. Daha bir dəqiq ötürmə Felipe'dən. Ürfan. Gel görək, həyatdan bunlar ne olacaq? Felipe! Bu cür gözəl, hücumu gözəl golla başa bilərdi. Felipe Santos. Yarı finalın ilk maçında olduğu gibi cevap oyununda da gol vurmaya yakın idi. Bir daha baxırıq. Topu qəbul etdi və 9'luğa gönderirdi burada topu Felipe Santos. Baxımda gol istəyənlərik. Bir qədər dəqiqə çarpmadı orada. Sənin səsin kilitmə nə var? Hayır, bir dakika. Subir. Kali. Felipe yaxınlaşdı və topu aldı. Və davamında artıq qərar Qarabağın xeyrinə verildi. Kaydı qaydanı pozuldu. Sizlərin futbolçu qara verildi. Bizə də deyək, yəni həmin məqamda xəsarət aldı. Kali yıxılarkən ayağıyla qaraya dəymişdi. Avram, Yusuparo. Uzun ötürmə geride. Orada dərhal razılaşmanın Paroya narazılıqlarını bildirdilər. Bu uğursuz ötürməyə görə. Paro burada qapçının çıxışını gözləyir və Cristiano Avram topa sahib çıxır. Igor Ribeiro. Yenə də müdafiəçilər uzun ötürmə ilə topu ilərdə çatdırırlar. Və Paro'dan fərqli olan Igor'un ötürməsi dəqiq alınmışdır. Ömer Buludov. Nuno Rodriguez topu hər közündə saxlayabilir.